Bizdə ən çox narahat olduğumuz məsələlərdən biri ruzi məsələsidir. İnsan düşünür, gəlirim çatacaqmı, sabah nə olacaq, işimi itirsəm nə edəcəm? Amma bu narahatlıq bizi bəzən bir həqiqətdən uzaq salır. Ruzunu verən Allahdır. Quran-Kərimdə buyurulur, yer üzündə hərəkət edən elə bir canlı yoxdur ki, onun ruzisi Allahın öhdəsində olmasın. Bu o deməkdir ki, sən çalışsan da, çabalasan da, nəticədə ruzi Allahın əlindədir. Bizim vəzifəmiz halal çalışmaq, amma təvəkküllə yaşamaqdır. Təvəkkül o deyil ki, heç nə etməyək və gözləyək. Xeyr, təvəkkül əlimizdən gələni etdikdən sonra nəticəni Allahın hikmətinə buraxmaqdır. Ruzunu artıran amillərdən biri də təqvadır. Allah buyurur, kim Allahdan qorxarsa, Allah ona çıxış yolu göstərər və onu heç ummadığı yerdən ruzi ilə təmin edər. Düşün, bəzən haradan gəldiyini bilmədiyin bir yardım, bir fürsət, bir ruzi olur. Bax, bu Allahın vədinə uyğun şəkildə təcəlli edir. Bəzən Allah ruzi verir, amma biz qədrini bilmirik. Sakitlik, sağlamlıq, halal-tikə bunların hər biri ruzi sayılır. Ruzunu artırmaq üçün nə etməliyik? Halal qazanc üçün çalışmalıyıq. İnfaq etmək, yəni ehtiyacı olanlarla bölüşməliyik. Şükr etmək, çünki şükür neməti daha da artırır. Və ən əsası qəlbdə təvəkkül, dilimizdə dua, əlimizdə isə əmək olsun. Unutma, Allah rizqini yazıb. Sən ona yaxınlaşdıqca ruzu da sənə yaxınlaşacaq. Həm maddi, həm də mənəvi.